Dostlar, bugün sizlerle car parking oynayacağıq. Car parkingə gəlibdə güncəlləmə. Təbii ki, açılışı bilmirəm niyə belə qalıb. Açılışı əslində belə qalmamalıydı. Amma belə qalıb, amma içi tam olaraq dəyişib. 5 ədəd maşın gəlib. Mən ikisini ala bilmişəm, çünki qalanları coinlidir. Amma sizə göstərərəm hamısını bir-bir. Baxın, mənim aldığım maşınlar. Bəzi maşınlara təzə özəlliklər gəlib. Baxın, bu maşına təzə özəllik gəlib. Üstü açılıb bağlanır və şüşə və qapı açılıb bağlanma animasyonu, bir də bagaj açılıb bağlanır kapotda. Bu təzə maşınımız, bu ferini çıxartmışam özüm. Baxın, bu F90'dan sonra yox, əvvəl BMW-miz. Bu da 160 neçəndə sıradaydı. Bu da çox pis maşındır. Heç tövsiyə eləmirəm, heç. Gedək 80-lərinci sıraya. Baxın, təzə maşınlarımızdan biri budur, 1000 coin. Port bagaj taxa bilirik. Ondan sonra F90'ımız harda? Bu da aslında premium'a düşməlidir. Bəli, buralarda olacaq. Ya dostlar, belə yox, bu deyil. Dostlar, 1000 coin'ə 536 GP BMW i7. Yeni gələn bir ədəd də Ferrari'miz var. Baxın, neçəm 143-cü sırada bu maşındır. Mənim var. Turbosuz. Gedək, qabaqda bir Ferrari'miz var. Çox maşın əlavə eləyiblər. Baxın, gördüyünüz ki, bu da 3500 coinlik Ferrari'miz. Bütün maşınlar məncə çox qəşəngdir. İndi təzə gələn maşınları yoxlayacağıq. İlk öncə sizə çölümüzü göstərim. Audi'miz nədir? Gedək, baxaq. Çölümüz tam olaraq dəyişib. Uçmağa yer gəlibdir. Uçmağa təzə yer var, mən ora çatım atıram. Bəli dostlar, yerimiz buradır. Gördüyünüz kimi uçmağa. Mən sizə onu yox, başqa bir şey göstərəcəm. Baxın, maşının açma kapama animasyonu var. Bagaj açılıb bağlanma. Görürsünüz. Baxın. İndi gəlin uçaq.
görək nə olur. Bunu əslində mənim 926 hürkü eləməyə gücüm var. Sadəcə indi yadımdan çıxdı. İndi maşının artırmasındakı içində şey tut. Bu dünya burada bitiyor. Normalde dostlar burada hediye olur. Sadəcə mən söyləməmişəm də. Adı nədir? Mən deməmişəm ki oyandım izləyicilərə göstərim. Mən almışam onu. İndi o birisi maşınımıza keçək. Bəli, digər maşınımız budur. Çölü incələmə videosu da gələcək. Təbii ki də. Baxın dostlar. Ən sevmədiyim evdir. Giday oyna. En sevmediğim maşındır. Pis maşındır ha. Çok pis. Oynatırsın. Hiç gedənmir qardaş. Ölə gedir. Ben derdim bir gedər. Baxaq açma kapama animasyonu var. Heh, var. Kilidimizi açaq. Bagajı açıq. Kapotumuzu açaq. Kapoda baxın görünür. Belə motoru varmış bunun. V8 motor həm də 215 hürkü. Bunun bagajının açılması qəşəng görsənir. İndi digərini görsədək. Digər maşınımızı. Digər maşın daha qəşəngdir. Ne yalan deyil. Baxın dostlar, buna özellik gəlib. Sizə ilk öncə bildirməyəcəm. Gedək bildirəm. Mazdaya çox qəşəng bir özellik gəlib, hələ ki demirəm. Çox maraqlı özellikdir. Buna da kapama animasyonu bir də ki bağlanma animasyonu. Bagaj da kapı. Baxın bagajımızı da açıq bağlayabiliriz. İndi baxın. Çok havalı değil. Çok havalı bir şey daha doğrusu. Bakın ilk önce pencere açıldı, sonra üstü açıldı. Dayandı. Sonra bağlamak istedi. Bağlandı. Şeyler bağlandı. Çok maraqlı özellikdir.
Burada 62 min yığılıb. Heç almamışam nə vaxtdan. Burada da almışam, evimiz var. Bu arada qarlı yer hələ də dəyişməyib. Üstə açıqca deyil şimdi. Yolda dayanıb. Çünki soyuq olacaq qarlı yerdə. Nəyə vururuq bura? Mənə çox maraqlıdır. Mən professional rütbəyə necə çatmışam? Sizcə? Baxın, bu rütbə professional rütbəsidir. Və qrafika yazılır. Buna çox maraqlı özəllikdir. Buna xəritə də gəlib bu arada. İçəridə baxın. Gördüyünüz kimi. Göstərir. Baxın, gördüm mən. Baxın, gördüm məsələsidir. Mən qarlı yerə çatım, siz açacam. Çünki yoxsa ora qədər heç kim istəməz. Bəli dostlar, qarlı yerə çatırıq. Gördüyünüz kimi. İstəyirsiniz xəritəyə də baxın. 2 dənə xəritəmiz var. Bu niyə oraları görsətmir? Qoy dayanım. Görsətdim. Biz bayaqdan tüneldəyik. Nə qədər? 158 minimiz yığılıb. Oradakını da alsaq. Maşallah. Bu maşının pulundan. Ümumiyyətlə bu maşının pulundan çox alır. Nə ora baxalım. Bu da arkadaşlar arkadaşlar. Sağ olun dostlar. Videomuz bu kadardı. Çölü də incələmə gələcək. Hər yerini qarış-qarış gəzəcəyik. Çox qəşəng olacaq. Sağ olun.